Həkim deyir ki, yürüyüş eləməlisən, yoxsa damarların tıxanacaq, artıq çəkidən, piylənmədən əziyyət çəkəcəksən, qaraciyərin piylənib, artıq sənə hər hansı bir dərman vasitəsi kömək eləmir. Xüsusilə də aktiv həyat tərzi kimlərə lazımdır? Sümüyü, oynaq, əsəd ağrısı olanlara ki, bunların da ən böyük məhdudiyyəti oynaqlarındakı ağrılar səbəbindən yürüyüş edə bilməməklərdir. Gets aparatı hər birinizin köməyinə çatır, çünki bu aparatın 200-dən çox xəstənin qarşısını almaqda və funksionallığına görə ev həkimi adlandırırlar. Niyə? Çünki 3 funksiyası var, həm masaj edir, həm fizioterapi edir, həm də ki, sadəcə üzərində ayaq üstə durmaqla ayaq altındakı nöqtələri aktivləşdirir və sizin bilmədiyiniz xüsusi enerji kanallarını aktivləşdirərək orqanlarınızın yaxşı fəaliyyət göstərməyini və qan dövranına çox yaxşı təsir göstərir. Əgər aparatın funksiyasından tanış olmaq istəyirsə, yaxından çəkin. 2 rejimi var. Bir, müştəri rejimində titreşimləri, bir də aşağı rejimli titreşimləri var. Nə edirsiniz? Sadəcə gün ərzində bu aparatın üzərində 15 dəqiqə vaxt keçirirsiniz. Ancaq bir şərti var ki, əgər sümük oynaq problemləriniz yaxud digər sağaldığım problemlərdən əziyyət çəkirsinizsə, mütləq şəkildə mütəxəssis konsultasiyası vasitəsilə daxildən bədəninizə lazım olan maddələri alırsınız və istifadə edirsiniz və nəticə etibarilə də siz sağlam qalırsınız. Körpədən böyüyə hər kəs istifadə edə bilər. Kimlərə uyğundursa, zəhmət olmasa endirimi qaçırmadan öncə nömrəmizlə əlaqə saxlaya bilərsiniz.